Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Pənah İsayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxs tanışı və qardaşı ilə əlbir olaraq Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evinə gecə saat 2 radələrində hasarı aşaraq qanunsuz daxil olublar. Daha sonra həyətdə yerləşən tövlənin və saxlanc yerinin qapısını açaraq oradan 72 baş quzu, 4 baş erkək qoz, 78 baş dişi qoyun oğurlayıblar. Təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasının iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Pənah İsayevin ifadəsinə görə hadisə günü qardaşı və tanışı ilə birlikdə spirtli içki qəbul ediblər. Tanışı onlara birlikdə oğurluq etməyi təklif edib. Sonra taksi ilə Samux rayonunun Qarayeri qəsəbəsinə gedərək əvvəlcədən seçdikləri evdən heyvan oğurlamağa qərar veriblər. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində heyvanların 130 başı tapılaraq geri qaytarılıb. Zərərçəkmiş bildirib ki, təxminən 12 min manat məbləğində ziyan hələ də ödənilməyib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin cinayəti anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib və cinayət məsuliyyətindən azad olunub. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionalarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub.